Əməliyyat masamızda gözəl bir xanım var. Gəlin şikayətlərini özündən soruşaq. Buyurun anam, nədir sizin şikayətlərimiz? Şikayətlər odur ki, cinsi əlaqədə yaxşı hiss eləmirəm eşinə, boşluq olur, hava olur ən çox. Genişlənmək istəyir, Bəli, düzdürmü? genişlənmə. Aha, pasiyentimiz, bəli, özü deyir ki, doktor, mən cinsi əlaqə zamanı çox diskomfort oluram, uşaqlıq yolun sallanmasını hiss edirəm və bu mənə çox ciddi komplekslər yaradır. Pasiyentimizi müayinə etdik. Müayinə zamanı pasiyentimizdə uşaqlıq yolunun sallanmasını aşkarladı. Həm ön divarında, yəni sidik hissəsi sallanması var, həm arxa divarında, yəni düz bağırsaq sallanması var. Pasiyentimizə ön arxa kalpografiya edəcəyik və pasiyentimizin həmçinin doğuşdan sonra aralığın travması var. Bəli, əsas da ön aralığı və perineoplastika əməliyyatı da bu əməliyyatlarla birgə edəcəyik. Əməliyyatımız spinal anestezi altındadır. Gördüyünüz kimi pasiyentimiz oyaqdır. Hardasa 50 dəqiqə, 1 saat civarında çəkən bir əməliyyatdır. Əməliyyatdan sonra